qədim bir şəhər. Burada varlı və dəbdəbəli həyatla yoxsul və dilənçilik həmişə birgə yaşamışdır. Dar küçələr, alçaq sualı damlar, palçıq divarlar, izdihamlı bazarlar Təbrizin xarici mənzərəsini təşkil edirlər. Lakin bu şəhər öz şairləri, memarları, rəssamları və musiqi ustaları ilə məşhur olmuşdur. Qədimdə şairlər Təbrizin gözəllik və əzəmətini tərənnüm etmişlər. İndi isə Təbriz ancaq bir əyalət şəhridir. Ölkənin adi şəhərlərindən biri. İran Azərbaycanını həmişə dilənçi və məhkum görmək, onun varını, sərvətini qarət edib Tehrana daşımaq istəyənlərə də belə işıqdan məhrum, uçuq sökük bir Təbriz lazımdır. Miskin və dilənçi halına salınmış Təbrizə bax.